Sabahın xeyir Azərbaycan. Bugün kolbasa və pendirdən mini ruletlər hazırlayacağım. Böyük rəndədən pendirdən kolbasanı keçirdik və 2 qaşıq xamə əlavə edirik. Bizə lazım olacaq 2 ədəd yumurta, biraz duz və biraz süt. Lavaşın üzərinə içliyi belə qəşəngcənə yayırıq. Sıx bükürük. Rulet şəklində hazırlayırıq bunu. Bizim maraqlı səhər yeməyimiz hazırdır. Siz də mütləq bundan hazırlayın, dadına baxın. Çox qəşəngdir, içi bol pendirli, üzəri xırç-xırç. Hamıya nuş olsun.